Hoş gördük sizi. Salam aleyküm. Bugün biz rulet hazırlayırıq. Sevgililer gününə həsr olunmuş. Deyərsiniz, bəs niyə belə tez? Ona görə ki, indi görəcəksiniz. Əgər əlbəttə istəsələr mən onların da bu videoda iştirak elədiyini göstərəcəyəm. Tələbələrlə bir yerdə hazırlayacağıq bunu. Bizə nə lazımdır? Mən 6 yumurtadan istifadə edirəm. Ümumiyyətlə 8 də ola bilər bu. Yumurtanın böyük kiçikliyindən asılıdır. Nə edirik indi? Yumurtanın ağını sarısından ayırırıq. Hər deməli 4 yumurtaya, orta boylu 4 yumurtaya 100 qram un, 100 qram şəkər gedir ruletdə. Bunu yadınızda saxlayın. Hansı rulet olur olsun, fərq etməz. Çox gözəl alınır və necə deyim sizə, sizi peşman eləməz. İndi ağları ayrıca qoyuram aparata və burada çırpılır. Deyəcəksiniz tələbələr hanı? Qaryağa baxır, qaçdılar qartopu oynamağa. Bunlar belədir də. Axırda indi yığmaq lazım olanda gələcəklər. Onda da yığılacaqlar başıma, çaşdıracaqlar məni. Görəcəksiniz videoda. Və başlayırıq deməli çırpmağa yumurtanın ağını. Yaxşı çırpılması üçün 2 çimdik bura duz atıram. Əgər 4 yumurtadırsa 1 çimdik, indi məndə 6-dır, 2 çimdik. Yumurtalar böyük olduğu üçün 6-da, yoxsa 8 də ola bilərdi. Qəşəngcə çırpırıq bunu. Ağarana qədər, belə ağaracaq. Belə halda olanda, yəni artıq açılıb da, onda şəkəri əlavə edirik və qalır çırpılır. Deyərsiniz, adətən axı sarısını çırpırlar. Mən bütün biskvitlərdə siftə ağını çırpıram. Tamam o çırpılandan sonra, şəkərlə qarışandan sonra bir-bir sarısını qatıram və çırpıram. İstəyir mikserlə olsun, istəyir əllə olsun. Əl deyəndəki, yəni o vençik deyirlər də ondan olsun. İstəyir belə maşında olsun, fərq eləmir. Bu indi qəşəngcə çırpılacaq. Axıra çatana yaxın bir xörək qaşığı buna su tökəcəyim. Bircə xörək qaşığı. İndi hələ ki o çırpılır, ta ki ağarana qədər. Mən isə nə edirəm? Mənə krem lazımdır. Düzü bu rulet üçün qaymaqla şəkər pudrasını çırpmaq lazımdır. Bax, bu yeri yadınızda saxlayın. İndi istəyirsiniz biraz ucuz başa gəlsin, tez başa gəlsin. Tez deyəndə ki, tez yox, yəni ucuz başa gəlsin. Süd, un, nişasta, vanilin, şəkər tozu. Bunları da yazacağım aşağıda. Deməli, bunlardan hazırladığımız zabarnoy krem deyirlər buna. Yəni qaymaqlı yox. Biraz yağı elə bil azdır. Elə bil deyəndə əməlli başda azdır. Mən çox vaxt bundan istifadə edirəm. Mühəlləbə kimi pişirirəm bunu və daha sonra biraz azcıq yağ qataraq bütün şirniyyatlarımda istifadə edirəm. Yəni bu biraz yüngüldür. Həm cibə yüngüldür, həm də ki mədəmizə yüngüldür. Yəni kilolarımız az olur. Bura nə qədər şəkər tozu əlavə edirik? 100 qram ola bilər. 4 qaşıq mən əlavə elədim. İndi qoyacağım ocağın üstündə pişirəcəyim. Pişirəcəyim o vaxta qədər ki bu qatılaşsın. Sonra qoyacağım qalsın, soyusun. Soyana yaxın, daha doğrusu ocaqdan götürənə yaxın bir 50 qram bura yağ atacağım və salam. Və qoyacağım, tamamilə soyuyacaq. Süd əlbəttə burada yağlı götürürəm. Yəni heç yağsız götürməyin mənası da yoxdur. Onsuz da bunun yağı yoxdur. Neysə, gedək, qoya bunu pişirək. Gördüyünüz kimi yumurtanın ağı ilə sarısı şəkər tozu ilə hələ də çırpılır. Yəni hardasa bir 10 dəqiqəyə yaxın çırpılır. Artıq çırpıldı, qutardı. İndi bura unumuzu əlavə edəcəyəm. Nə qədər? Bayaq dedim, 4 yumurtaya 100 qram hesabı ilə. Artıq olmasın ha. Mən bura 200 qram indi əlavə edəcəyəm un. Çünki mən 2 porsiya götürürəm. Deməli, ruletimin üstü fikrimdə var idi, qəhvəyi olsun. Çünki kakaom da var idi.
Amma bu uşaqlar gəldi, başımı qatdı. Valla tamam yadımdan çıxdı. Nəysə, üzü ağ olacaq. İçi isə ürəklər qırmızı olur da, qırmızı olmalıdır. Onda da bir balaca, elə bil ki, o necə deyirlər, görəcəksiniz. Necə deyirlər, marağınızı sizin artırıram deyərsiniz. Yox valla. Hə, unu əlavə elədim, qabartma tozu əlavə elədim, vanila əlavə elədim və bunu spatula ilə yavaş-yavaş qarışdıracağam. Yəni ki, daha bizə aparat lazım olmayacaq. Ay bala, gəlin bu aparatı buradan götürün də, heç olmasın. Yox, gəliblər indi, bardan yaş gəliblər axı. Əlcəkləri yaşdır, ayaqları yaşdır. Biri naska axtarır, biri təriyib mayka axtarır. Və mən isə bunu yavaş-yavaş qarışdırıram. Deyəcəksiniz, axı bunu bir tərəfə qarışdırmaq lazımdır. Mən o tərəfə də qarışdırıram, bu tərəfə də qarışdırıram və ruletim sönmür. Yəni ki, biskvitim sönmür. Soruşun, niyə sönmür? Mən onu sizə deyim. Çünki burada qabartma tozu var. Və o bir qaşıq su əlavə eləmişdik də. O da qabartma tozuna lazım idi. Görürsünüz qatılığını. Biraz yumru-yumrudur hələ ki. Çox da qarışdıra bilmirəm sözün düzü. Mənim mətbəxə girib iş görəndə yanımda bir adam olanda sözün düzü mən aləmi qatışdırıram bir-birinə. Ona görə də çox adam deyəndə ki, ay bacı, bunu mənə göstər necədir? Əgər mən onun evinə gedirəmsə, bunu adam kimi göstərə bilirəm. Yox, əgər onlar bir-iki nəfər gəlirlərsə, bir adam olanda yaxşı olur. Bir-iki nəfər gələndə çətin olur. Deyəcəksiniz, nə əlavə edirsiniz bura yenə? Əlavə edirəm qalan unu. Deməli, yarım stəkana əlavə eləmişdim. İndi bir yarım stəkan da əlavə edirəm. Siz özünüzü belə, necə deyim, 100% belə arxain hiss eləmək üçün o ununuzun üstündən bir qaşıq götürə bilərsiniz və ora qarğıdalı kraxmalı da nişastası əlavə eləyə bilərsiniz. Onda da istədiyiniz biskvit bişirəcəksiniz və o yatmayacaq. Yəni ki, kraxmal da onun yatmamağına köməkli edir. Neyse, bütün sirləri açdım, tökdüm. Valla bu konditorlər məni hardasa tutsalar, boğub öldürəcəklər ki, sən niyə bunların hamısını danışırsan? Niyə də danışmayım axı? Tək mən danışmıram, hamı deyir. Əlbəttə, sirrini bölüşmək istəyən hamı deyir. Qoyur gəlsin də cavanlar. Paxıllığınız nədir? Qarışdırdıq. Tam yaxşı qarışdırmasam da görürsünüz, orada elə bir ki, belə bir azacıq yumrular var. Bir mənə kömək edib, gəlib bunu buradan götürən yoxdur, ha. Bir kağız götürürük. İstəyirsiniz kağız götürməyin, qabınızı yağlayın və ora mən adətən manlı varınızsa biraz manlı səpirəm və ya un səpir, indi nə varsa da. Çıxartmaq çətin olur onda. Əgər rulet eləyirsinizsə mütləq kağız salın. Kağız o qədər də baha deyil. Alın, qoyun, sizdə həmişə olsun. Bir iş görəndə də əlinizdən tutsun. Onun yarısını tökdüm, mən o listə qoydum sobaya. Qalan yarısına isə görürsünüz, qırmızı rəng əlavə eləyirəm. Əlbəttə ki, qida boyası. Çünki bura nə əlavə eləsəniz, o bişəndə rəngi elə bil ki, ölür. İndi burada mən bunu göstərirəm sizə. İkinci dəfə pişirdiyimi sizə göstərməyəcəm. Çünki bunun rəngi pişirəndən sonra xoşuma gəlmədi. Çəhrayı oldu, al qırmızı olmadı. Daha sonra elə tələbələrlə bir yerdə, uşaqlarla bir yerdə ikinci xəmir hazırladıq və onu al qırmızı elədik. Ora bir başqa rəng boyası qatdıq. O rəngini yaxşı tutdu. Bu isə indi görəcəksiniz necə açıldı. Yəni ki, onlar mənə məcbur elədi. Biz ikinci ruleti hazırladıq və dedilər, sən fikir eləmə, biz onu yiyəcəyik. Oradan da birini oturdular, qəşəcək yedilər, o biri isə qaldı. Biraz bura kakao da əlavə elədim. Bu da yəqin ki, mənim ən böyük, necə deyim, səhvim idi. Mən dedim, rəngi tündləşər, kakao isə əksinə rəngin, necə deyim sizə, elə bil
kimyəvi reaksiyaya girdi, rəngi öldürdü. Mən bunu niyə elədim? Yadınızdadırsa mənim bir videom var. Qırmızı vilur və ya qırmızı məxmər tortu, yadımda deyil adı da. Ona da videoda, kanalda baxa bilərsiniz. Orada da mən bu xəmiri eləmişdim və orada çoxlu kakao gedirdi xəmirə. Rəngi də pis alınmamışdı. Ona allandım elə bil ki. Neysə, çəhraya alındı. Vəssalam, görürsünüz nə qədər qarışdırıram, heç qorxmuram da ki, o xəmir qalxar ya qalxmaz. Pişirəndə, kəsəndə görəcəksiniz. Yenə də bunu da boşaldıram kağızı olan bir qabın üzərinə. Gördüyünüz kimi orada manlı səpmişəm ki, çox yapışmasın kağıza. Çünki mən bunlardan belə qəlb şəkilləri, formaları kəsib çıxartmaq istəyirəm. Yəqin ki, alınır. Və səliqə ilə indi bildiniz də bu aparat stolun üstündən niyə yığılmadı? Çünki ikinci dəfədə bunlar özləri bişirmək istəyirdi. İstəyirdilər mən başlarının üstündə durum. Mən isə başa düşməmişəm. Neysə, adam yaşlı olanda belə olur da. İstəyir hər şey özü eləsin, onlara ağırlıq düşməsin. Baxın belə. Bunu da indi qoyacağım sobaya, o birini çıxardandan sonra. Heç qorxmayın, biraz qalacaq, nə olsun qalsın. Baxın, birinci pişdi. Bura mən kakao qatmalıydım, yadımdan çıxdı. Bu olmalıydı, qəhvəyi rəngdə oldu, açıq. Əgər bu üstdəki bu qızarmış da təbəqəni soyub yavaşca çıxartsanız, ağappaq olacaq. Lakin bu içəridə qalır, o görünməyəcək. Üst təbəqə isə onsuz da altdan bu cürə qızarmayıb. O ağdır, elə bir ki, rəngi. İndi necə eləyək ki, biz rahatlıqla bunu kağızdan çıxardaq, bu bir. Sonra yaxşı rahatca buraq, bu iki. Bunun üçün onu yaş dəsmal gördünüz. Dəsmalı yaş eləmişdim. Gətirdim, onun üstünə sərdim. Kağızım biraz nəmləşəcək. Və xəmirimin də üstünə atıram. Onu atmaya da bilərsiniz. Çünki indi yumurlayacağıq bunu. Necə? Mərdanəni götürəcəyəm. Dəsmalı ona bükəcəyəm yaş hissəsini və mərdanə ilə bir yerdə yumurlayacağım. Çünki mən adi rulet eləmirəm. Mən onun içində o içlik olacaq da, yəni naçinka olacaq. Görürsünüz, bir dəqiqə heç saxlamadım. Onu nəmişdi, kağıza keçdi. İndi üstünə sərirəm və mərdanəmi gətirirəm. Mərdanəni bükəcəyəm, görürsünüz, altda o var. Belə büksəm qalın olacaq. 2 dəfə üst-üstə gələcək xəmirim. Ona görə belə bükməsəm daha yaxşı olardı. Amma daha bükdüm də. Və bunu indi qoyuruq qalsın soymağa. Tamamilə soymalıdır. Kağızdan görürsünüz ki, altdakı ruletin rəngi qızarmayıb, bişib, amma qızarmayıb. Mənim o listim çox gözəl listi. Altını ağ saxlayır həmişə. Qırmızını da bişirdim. İndi qəlibi götürürəm və buradan kəsirəm ürək, qəlb figurlarını. Bunları bir-birinə yapışdıracağım və qoyacağım ruletimin içinə, içlik kimi. Əlbəttə ki, ruletin içinə kremimi də sürtəcəyəm və görün, bu buradan çıxır. Çıxdı, səliqə ilə. Baxın, belə bir qəlblər hazırladım və bunları bir-birinə yapışdırmaq lazımdır. Onun üçün əgər varınızsa qırmızı mürəbbə nədir, vişnədir, çiyələkdir, qarağatdır, qarağat malinadır. Onlardan çəkə bilərsiniz. Kistlə belə çəkin, bir-birinin üstünə qoyanda onlar bir-birinə yapışacaq. Və mən bir dənə taxta çubuqlar var, nazik. Onlardan götürürəm və hamısını elə bil ki, belə üst-üstə sonra yığıram və keçirdirəm onu, elə bir şişə keçirdirəm. O lap
döndü o şəkillərdə var ya, ürək, ox. Məndə də elə bir şey alınır, amma bir qəlbi yox. 1 milyon qəlb var burada. Kiçikdirsə ruletiniz bir şiş çatar, yox böyükdürsə gördüyünüz kimi mən birini bu tərəfdən salmışam, birini o tərəfdən salmışam. Kremi uşaqlar çox pis çırpdılar, görürsünüz düyündü. Ziyan yoxdur, özləri yeyəcək. Və nəticədə biz ruletimizi bükdük, belə bir rulet alındı. İndi deyəcəksiniz ki, pis deyil, amma məncə bu o qədər də gözəl alınmayıb. Yəni qəlb görünür, rəngi xoşuma gəlmir. İndi videoda dediyim kimi ikincisinin də şəklini görəcəksiniz. İkinci xəmirin rəngi biraz buna nisbətən yaxşıdır. Amma eyni ilə elə bu cürə alındı. Ancaq qəlblərin rəngi biraz tünd oldu. Tamına söz ola bilməz. Doğrudan da çox ləzzətlidir. Həmişə pişirdiyim ruletdə, amma bunun belə bilmirəm də, bu qədər yəqin içində o qədər qəlbi var yəqin. Ona görə çox ləzzətli alınıb. Məsləhətlidir, pişirin, ailənizlə süfrəyə yığılın. Balalarınız, həyat yoldaşınız sizdən razı qalacaq. Daha nə? Daha o ki, sizə sevgi dolu ailə, gülüş, sevinç, can sağlığı arzulayıram. Və yenə də sizi gözləyəcəyəm. Videoları paylaşın. Bu da görürsünüz ikincisidir. Rəngi görürsünüz daha tündür. Amma eyni şeydir valla. Biraz acıq rəngi tündüdür. Bunu jele formasında da eləyib qoya bilərsiniz. Əgər bacarırsınızsa. Bəlkə gələcək videolarda elə bir şey də çəkib qoydum. Hələlik sizlə xudahafizləşirəm. Videoları paylaşın. Dostlarınızla bölüşün və mənə qonaq gəlin, gözləyəcəyim. Nənənizi tək buraxmayın. Oldu mu? Hələlik sağ olun, sağlıqla qalın. Xudahafiz.